Xoş gördük hər birinizə dəyərli həmkarlar. Məsələ qrupu dərsində bugün iqtisadi testlərə baxacağıq inşallah. İqtisadi bölmədən olan testlərə baxacağıq və ilk testimiz 35-ci test tapşırığıdır. 35-ci test tapşırığından deyir ki, 2022-ci il Azərbaycanın ixrac etdiyi məhsulun dəyəri 2 milyard 167 milyon, İdxal etdiyi məhsulun dəyəri isə 1 milyard 665 milyon dollar olmuşdur. Ticarət balansını və onun növünü müəyyən edin. Ümumiyyətlə, dəyərli həmkarlar, əziz müəllimlər, ticarət balansı nədir? Ticarət balansı bərabərdir İxrac çıxılsın idxal. Ticarət dövriyyəsi bərabərdir. Ticarət dövriyyəsi bərabərdir İxrac toplam idxal. İxrac toplam idxal. İndi bizə deyir ki, Azərbaycanın ixrac etdiyi məhsulun dəyəri 2000 bu qədər. Yəni ixrac bərabərdir 2167 milyon. İdxal bərabərdir nə qədər? 1665 milyon. 1665 milyon. Və bizdən nəyi soruşur? Ticarət balansın. Düşə bilər bu suallar. Ticarət balansı nə idi? İxracla idxalın arasındakı fərq idi. Onda biz o zaman nə etməliyik? Biz 2000, belə deyək, 167 milyondan çıxmalıyıq 1665 milyona. Və çıxıram 2167-dən çıxıram 1665-i 502. Alacam nə qədər? 502 milyon. Cavab 502 milyon. Və burada 502 milyon mənfi də var, müsbət var. Deməli, əgər ixrac idxaldan çoxdursa, ticarət balansı müsbət hesab olunur. Yox, ixrac idxaldan azdırsa, ticarət balansı mənfi hesab olunur. Göründüyü kimi, ixrac 2 milyard 167 milyon, idxal 1 milyard 665 milyondur. Bu zaman nədir? Ticarət balansı müsbət olacaq. Gəldik 36-cı test tapşırığına. 36-cı test tapşırığında bizə nə deyir? 2007-ci ildə Azərbaycanın idxal etdiyi məhsulun dəyəri. Deməli, ixrac nə qədərdir? 60-60. İdxal nə qədərdir? 57-10. Və ticarət balansını təkrar bizdən soruşur. Ticarət balansını soruşursa yenə də çıxaq. 6-dan 1 çıxanda 5, 350. Yenə də ixrac idxaldan çox olduğuna görə müsbət 50. B bəndi. Aydın oldu. Deməli, səhifə 164-də 35-ci test tapşırığına və 36-cı test tapşırığına biz artıq baxdıq. Gəlirik 44-cü testə baxacaq. Diqqət eləyin, zəhmət olmasa. 44. 44-də bizə nə deyir? Deyir, hamı diqqətlə bura baxsın. Deyir ki, 2016-cı ildə 44. 2016-cı ildə Azərbaycanda ticarət dövriyyəsi. Ticarət nəyi? Dövriyyəsi. Nə qədər olub? 22 milyard dollar olub. Ticarət balansı isə müsbət olub 8 milyard dollardır. Ticarət balansı 8 milyard dollardır. Hə, indi bizə deyir ki, müvafiq olaraq ixrac və idxal. Buradan yazırıq, ixrac bərabərdir sual işarəsi, idxal bərabərdir sual işarəsi. Yəni bizdən ixrac və idxalı soruşur. İndi biz dedik, ticarət balansı nədir? Ticarət balansı bərabərdir. Ticarət balansı bərabərdir. İxrac çıxılsın idxal. Ticarət dövriyyəsi bərabərdir. İxrac toplam idxal. Düzdür? İndi ticarət balansı nə qədərdir? 8 milyard. Yazıram. İxrac çıxılsın idxal. Bərabər nəyə? 8 milyarda. Ticarət balansı nə qədərdir? 8 milyard. Sonra yazıram. İxrac üstə gəlinsin idxal. Çünki ticarət dövriyyəsi 22-dir. Bunları sistem tənliyi alına gətirirəm. Və alt-alta toplayıram.
İxracın üstü ixrac. Elədi nə qədər? 2 ixrac. Bərabərdir. Mənfi, müsbət. Mənfi 1-in üstə müsbət 1 gələndə 0 eləyir. Yəni mənfi idxal, müsbət idxal. Elədi 0. Üstə 0 bərabərdir. 8-in üstə 22 nə qədər eləyir? 30. Deməli, ixrac nə qədər olur? 30 bölü 2, 15. İndi bizim ixracımız 15 oldu. Gətirək elə qoyaq ikincidə. Lap burada qoyaq yerinə. 15 ixracdır. Yazıram 15. Üstə gəlsin idxal. Bərabərdir 22. İdxal nə qədərdir? 22 çıxılsın 15, 7. Deməli, bizim ixracımız 15, idxalımız 7 olacaq. İxracımız 15, idxalımız 7 olacaq. Bunun başqa yolu yoxdur, həmkarlar. Yadda saxlayın. Müəllim, zəhmət olmasa məsələni bir də izah edərdiniz. Ticarət dövriyyəsini verir 22 milyard. Ticarət balansını verir müsbət dözdə 8 milyard. Düzdür? Müvafiq olaraq ixrac idxal soruşur. Müəllimə, biz bilirik ki, ticarət balansı nədir? İxracla idxalın fərqidir. Ticarət dövriyyəsi isə ixracla idxalın cəmidir. İndi yazıram, ixrac çıxılsın idxal. Yəni, ticarət balansının ixrac çıxılsın idxalın yazıram. Bərabər ticarət balansı nə qədərdir? 8. Sonra yazıram, ixrac üstə gəlinsin idxal, yəni ticarət dövriyyəsi nə qədərdir? 22. Alt-alta toplayıram. İxrac üstə ixrac, 2 ixrac. Üstə gəlsin, mənfi idxal, üstə müsbət idxal. Elədimi 0. 8 üstə 22, elədi 30. 2 vurulsun ixrac, yəni x. 2 vursun x, bərabərdir 30. X neçədir? 15. Yəni, ixracı tapdım 15. İxracın 15-in gətirib burada yerinə qoyuram. Bax, 15 üstə gəlinsin idxal, bərabərdir 22. İdxal da oldu nə qədər? 15 çıxılsın 22, 7 milyard dollar. Aydın oldu. Gəldik. 48-ci test tapşırığına baxacaq indi. Var idi də bizim, 48. Azərbaycanda dəmir yollarının ümumi uzunluğu nə qədərdir? 2010 kilometrdir. Bir dəqiqə. Azərbaycanda dəmir yollarının ümumi uzunluğu nə qədərdir? Ümumi uzunluq 2010 kilometrdir. Nəzərə alaraq onun sıxlığını tapın. Ölkəmizin sahəsi də 86.600 kvadrat kilometrdir. Və biz sıxlığı tapmaq üçün istənilən məqamda sıxlığı tapmaq üçün dəmir yollarının ümumi uzunluğunu ölkəmizin nəyinə bölməliyik? Sahəsinə. İndi diqqət edin. Və bizə görürsünüz, vahiddə metr bölünsün kvadrat kilometr. Deməli, biz buradan 2010 metri çevirməliyik kilometrə. Yanına 3 dənə 0 yazırıq, eləyir metr. Yazıram, 20, 10, 3 dənə 0 metr bölünsün 86.600 kvadrat kilometr. Və mən bunu bölürəm, bir dəqiqə. Diqqət. 20, 10, 1, 2, 3 bölünsün 86, 600 nə qədər eləyir? 23 tam onda 2. Cavab 23 tam onda 2 metr bölünsün kvadrat kilometr. Cavab budur. Azərbaycanda avtomobil yollarının ümumi uzunluğu bu qədər. Sıxlığını hesablayın. Yenə də 16.346 kilometri çevirirsiniz metrə, bölürsünüz 86.600-ə. Bu belə. Deməli, 48-i yazdıq, 49-u yazdıq və 50 deyik. Deyir ki, 50 deyik. Deyir, Azərbaycanda dəmir yollarının ümumi uzunluğu 2008 kilometrdir. Nə qədərdir ümumi uzunluq? 2008 kilometr. Hər 100 kvadrat kilometr dəmir yollarının sıxlığını hesablayın. Gəlin biz birinci 1 kvadrat kilometre hesablayaq. Deməli, bunun üçün biz nə etməliyik? Bunun üçün biz ölkənin sahəsini də yazırıq bura. Sahəsi 86.600 kilometrin kvadratı. Sıxlıq bərabərdir
hər kvadrat kilometrə. Yəni 2008 kilometri. Burada bax görürsüz metr bölünsün kvadrat kilometr. Amma burada vermirsə deməli elə necə var elə gedirsiniz. 2008 kilometri bölürsüz 86.600 kvadrat kilometrə. Mən bölüm bir dəqiqə. 2008-i bölürəm 86.600-ə. Bu deyilir 0,1000-23 bərabərdir 0,1000-23 kilometr bölünsün kvadrat kilometr. Yəni əgər bu 1 kvadrat kilometrə tapmışıq. 1 kvadrat kilometrə 0,1000-23 kilometrdirsə 100 kvadrat kilometrə nə qədər olacaq? 100 kvadrat kilometrə nə qədər olacaq? X. X də bərabərdir 0,1000-23-ü vururuq 100-ə. Sıfırın sayı qədər 2 sıfır. Çəkirəm bu yüzə. Bu da nə qədər eləyir? 2,100 kvadrat kilometr. Belə. Aydın oldu həmkarlar. Bu formatda həll olunur. Gəldik. Diqqət. Bunu burada əldə eləyəcəm. Deyir ki, verilmiş məlumatlara əsasən yük daşımalarda dəmir və avtomobil yolları nəqliyyatının birlikdə payını hesablayın. Deməli, faizli özdə. Yük daşımada dəmir yolu da var, dəniz də var. Dəmir yolu da var, dəniz də var, avtomobil də var, boru kəmər də var, aviasiya da var. Gəlin, ümumi nə qədərdir onu tapaq. Ümumi bərabərdir. Diqqət, ümumi bərabərdir. 34,487 toplam 13,680 toplam 83,138 toplam 29,597 toplam 74. Nə qədər elədi? 80,976 34,487 13,680 13,680 səhv eləmişəm, görürsünüz, bunu demirsiniz mənə. 13,680 sonra 83 160.967 83 138 160.976 hə? 160.976 Bəli. 160.976 düzdür? Nə qədər kilometr? Yəni, daha doğrusu dəmir yük daşıma, üzr istəyirəm, 1000 ton. Üzr istəyirəm, yük daşıma deyilə bildim, uzunluğum verir. 1000 ton. Bu qədər ümumi yük daşınıb. İndi bu yüklərin içərisində bizə xüsusilə deyir dəmir yolu və avtomobil yolu. Yəni, dəmir yolu və avtomobil yolunun payını hesabla. Bunun üçün dəmir yolu nə qədərdir? Dəmir yolu nə qədərdir? 34,487. Üstə gəlinsin, avtomobil nə qədərdir? 83,138. Elədi 117,625. İkisi 117,625. Şö. Tarda. İndi nə edirik? Deyir ki, verilmiş məlumatlar əsasında yük daşımalarda, yəni ümumidə dəmir və avtomobil yolları nəqliyyatının birlikdə payını hesablayın. Yazırıq. 160,976 100%. Bəs nə qədərdir? 117,625 neçə faiz? X faiz. X bərabərdir 117,625 vurduq 102 sıfırın əlavə elədi. Bölü 160,976. Mən bir dənə vurayım. Vurdum ya daha doğrusu bölüm. 73% müəllim. 73%. Ay sağ olun. 73%. Aydın oldu. Bax bu belə həll olunur. Həmçinin də burada yenə də toplayırsınız. Topladınız hamısını. Topladınız bütünlüklə hamısını topladınız. Dəmir yolu və boru kəmər. Yəni bununla bunu toplayırsınız. Bu topladığınızı 100% götürürsünüz. Bu ikisini de x% götürürsünüz, həll eləyirsiniz. Deməli 51-i həll elədik. 52-ni də dedik. Gəldik 53-54-ə. Diqqət. Azərbaycanda dəmir yollarının ümumi uzunluğu 2008.
Avtomobil yollarının ümumi uzunluğu 16346 kilometr. Avtomobil və dəmir yol şəbəkəsinin orta sıxlığı arasındakı fərq neçə metr bölünsün kilometrdir? Alternativ yolları var, təbii və birmənalı şəkildə. Bunu mən vərəq üzərində sizə izah eləmək istəyirəm. Bir saniyə. Bax. Aha. Bura qeyd edirik avtomobil. Burada qeyd edirik nə? Dəmir yolu. Bir dəqiqə. Hə, avtomobil və dəmir yollarının uzunluğunu verir. Hansı idi? Nə deyir? Azərbaycanda dəmir yollarının, dəmir yolu 2008. Avtomobil yolunun uzunluğu 16348. İndi bizə deyir ki, avtomobil və dəmir yollarının şəbəkəsinin orta sıxlığı arasında nə qədər fərq var? Birinci biz bunların sıxlıq fərqini tapmalıyıq və biz görürük ki, sıxlığı bizdən metr bölünsün kvadrat kilometr kimi istəyir. Bunun üçün nə edəcəyik həmkarlar? Diqqət eləyin, zəhmət olmasa. Bunun üçün birinci biz bunları metrə çeviririk. 16348, 1 kilometrimiz 1000 metr. Bu da 2008, 1 kilometrimiz 1000 metr, bu da belə. Sonra yoldaşların bəziləri bunu birinci ölkənin ümumi sahəsi də var. Bağlayın səsi. Səs xışır. Bizi də gözürü hesab edin. Orada 48 değildi elə belə 46 idi. Ay sağ ol. Müəllimə təşəkkür. 46. Ay sağ olun. Minnətdaram. Təşəkkür. Ay sağ olun. Bax. Ümumi sahəmizdə 86,6 min kvadrat kilometr, yəni 86.600. Bunların arasında fərqi soruşmur, sıxlıq fərqini soruşmur. Yoldaşlar bunu da bir dəfə bu rəqəmi, bu ədədi ölkən sahəsinə bölüb, bir dəfə bu ədədi ölkən sahəsinə bölüb, sonra fərqi tapa bilirlər. Amma rahat yolu bir dəfə istifadə elə. Bir dəfə nədir? 16, 34, 6... Qaranlıq eləmə qızım. Çıxılsın 2008 3 dənə sıfırla. Çıxırıq. 0, 0, 0, 8, 3, 3, 4. 4 milyon 338 min. Yəni bunlar arasında 14 milyon. Müəllim 14 milyon. 14 milyon, bəli. 14 milyon 338 min metr elədi. İndi biz sıxlığı tapmaq üçün nə etməliyik? 86.600-ə bölməliyik. Qutardı. Və alacağımız ədəd həmin ədəddir. 14 milyon 165.5. Aha, təşəkkür müəllim. Nə qədər? 165.6 yuvarlaqlaşdırsaq 165.6 yuvarlaq metr bölünsün kvadrat kilometr. Yəni inandırım ki sizi, baxın, inandırım ki sizi 16, 34, 6, 3 dənə 0 bölünsün 86.600. 19 yazılır. Üzürlü sayın. 16, 346. Bu elədi nə qədər? 190. Düzdür? Deyək 190. Bu elədi 190. Bunun üçün 190 elədi. İndi bunun üçün eləyirik. 208 min. 208 min. Bölünsün 86.600. Bu da elədi 21.2 təxminən. 21.2. 23.2. 23. Həmənim bu cüzdanı Yorğunam, arda-arda dərsləyəm, buradadılar müəllimələr, arda-arda mən bayaqdan dərsləyəm, ola bilər, o sıxıntı deyil. 23.2. İndi bunların arasındakı fərqi tapırıq. Bir tərəfdən də gözüm həm buradadır, həm telefondadır, ona görə sıxıntı yarandı. 190 çıxılsın 23.2, səhv yazmadım, 166.8. Təxminən nəyisə səhv elədim.
Heç bir problem yoxdur. Bir söz harda elədi səhv. 180 o birinci 1600 olan vardı ha. Orada 188-dən %75 alınırdı cavab. Ona görə səhv alınır cavab. Bəli, 188.7. 188.7. İndi 188.7-dən çıxıram 23.2-ni. 165.5. Təxminən də bayaq da onun ardı var idi axı. Bax görürsüz? Həmin ədəd. Düzdür. Sonra Azərbaycanda əsas neft boru kəmərinin uzunluğu bu qədər. Dəmir yollarının uzunluğu bu qədər. Yenə də metrə çevirirsiniz. Aradakı fərqi tapıb bölün 86.600-ə qutardı getdi. Aydın oldu. Səhvi 163-ə gələk. Səhvi 163-də 27-28-ci test tapşırıqları var. Ona baxmaq istəyirəm. Deməli deyir, 2000-ci ildə İdxal etdiyi məhsulun ümumi dəyəri idxal 11.72 milyon ABŞ dolları. Bir dəqiqə. Heç nə olmaz axı. 172 milyon ABŞ dolları. 11.172. Baxın. 11.72 milyon. İxrac etdiyi, idxaldır bu. İxrac etdiyi nə qədərdir? Diqqət eləyin. İxrac etdiyi nə qədərdir? 17.45.2 milyon dollardır. Deməli, ixracı 1 milyard 745 milyon 200 min dollar, idxalı 1 milyard 172 milyon dollardır. İndi Respublikanın ticarət balansını soruşur. Ticarət balansı nə idi? İxrac çıxılsın idxal. İxrac çıxılsın idxal. Yəni 17.45.2 17.45.2 çıxılsın 573,2 573,2 milyon dollar. Yəni biz diqqət eləsək görəcəyik ki, ixrac idxaldan çox olduğuna görə müsbət 573,2. Yenə də burada ticarət balansını və növünü. Yenə də burada həmin şeydir yoldaşlar. Yenə də burada həmin şey eləyəcəyik. Nədir? Həmin məsələ. Baxırıq ki, ixrac 6300 bu qədər, idxal bu qədər. Deməli, ixracı idxaldan çox olduğuna görə çıxırıq, müsbət allıq ədədi. Səhifə 161-ə gələk. 161-ci səhifədə 115-ci testə baxırıq. 115. Nə deyir 115-də? Azərbaycanda 1990-cı ildə, diqqət, 1990-cı ildə nə qədər üzüm yığılıb? 1.200.000 ton. Yəni 1990-da 1,2 milyon ton. 2010-cu ildə 72.000 ton. 0,72 milyon ton. Bu müddət ərzində məhsul yığımının orta illik faizinin azalmasını deyin. Deməli yoldaşlar, bunu 100% götürürsünüz. Bunu x% götürürsünüz. Yazırsınız. Bax, deməli, mən belə yazacağım. 72.000 vurulsun 100 çarpaz da bölünsün 1.200.000'ə. 1, 2, 3. 1, 2, 3, 4, 5, 72 böləndə 6. Deməli, əvvəl olub 100%, düzdür? Sonra olub 6%. Əvvəl olub 100%, sonra olub 6%. Deməli, 100-dən... 60. Nə qədər? 60 aldım mən. Müəllim əsas. 72-ni bir 12'ye böləcəyik. 6%.
Bir dəqiqə Alt yoldaşlar, faiz, çaşdırmayın. olur. 1 milyon 200 min 100%, 72 min x faiz. 72 mini vurdum 100'ə, böldüm minə, 1,2 milyona, aldım 6%. Deyir, bu müddət ərzində məhsul yığımının orta illik azalma faizi nə qədər olubdur? 94% azalıb da, düzdür? İndi bu 94% neçə il azalıb? 1990-dan 2010-a. 2010 çıxılsın 1990. 20 ilə. 20 il. 94'ü də bölürsünüz 20 ilə, deyirsiniz hər ilə təxminən 94 bölünsün 20, təxminən 4,7% azalma müşahidə olunubdur. Aydın oldu. Sonra getdik. Deyir ki, 115'ə baxdıq, 116'ya baxırıq. 2012-ci ildə nə qədər? 284,9 min ton ət istehsal olunubdur. Ümumi 284,900 ton. Bir dəfəlik yazdım. Mən belə rəqəmləri oxuya bilmirəm. 284,9 min ton elə 284,900 ton deməkdir. Bu nədir? Ümumi. Onun 76 min tonu qoyun və keçi əti. 89,3 min tonu isə quş ətidir. İnək və dana ətini faizli hesablayın. Bax, belə bir qol ayırıram. Bir dənə də qol ayırıram. Deməli, 76 min tonu qoyun və keçi əti. 76 min ton. Qoyun və keçi. Qoyun, keçi əti. Sonra 89,3 min tonu quş əti. 89,3 min ton nədir? Quş əti. Deməli, bunların qalanı da inək və dana ətidir. İnək və dana əti. İndi həmkarlar, diqqət edin. 76 min toplam 89.300 nəfər nədir? 100 istəyirəm. Ədəd. 160,9. 89.300. 165.300. Bunların ikisi nə qədərdir? 165.300 tondur. İndi biz ümumidən bunu, yəni 284.900-dən çıxaq görək nə qədərdir? Çıxılsın 284.900. Deməli, 119.600 ton inək ətidir. Aydın oldu. Başa düşdünüz necə? 76 min ton qoyun və keçi ətidir. 89,3 min ton quş ətidir. Qalanı isə inək və dana ətidir və bizdən deyir ki, inək və dana ətini faizli hesablayın. Biz tapdıq. İndi nə yazıram? 284.900 ton 100%. 119.600 ton x%. X bərabərdir 119.600. Vurdum 2-dən 0 əlavə elədim 100-ə. Bölürəm 284.900-ə. 41.979. 42% təxminən. 42%. Təxminən 42%. Aha. Qurtardı. Aydın oldu. Bu belə. Yenə də bir də gedək üstündən zəhmət olmasa. Bax. Azərbaycanda 2012-ci ildə 284,9 min ton ət istehsal olunub ümumi. Bu ətin 76 min tonu qoyun və keçi əti. 76 min tonu qoyun və keçi əti. Ardıca deyir 89,3 min tonu quş əti.
olmuşdu. İnək və dana ətini faizli hesabla. Yəni bunların ikisini toplayaq, görək bu nə qədərdir? 165.300 ton. Deməli bu 284.900 tonun 165.300 tonu bu ikisidirsə yerdə qalanı inək və dana ətidir. Çıxdım ümumidən bunu, tapdım 119.600 ton inək və dana ətidir. Ümumini 200, heç bunu çıxmamış da tapa bilərdim ha. Yəni bunu yazardım 284.900 100%, 165 tamam. Burada böyük ehtimalla mən alacaqdım 58%. Ha bu əgər 58% ise 100-dən 58-i çıxıb 42% da burada tapacaqdım. İnək və dana ətini tapdıq. Yazıram. Ümumi 284.900 ton 100%, 119.600 ton neçə faiz? 42% edəcək. Deməli biz 115-ə də baxdıq, 116-ya da baxdıq. Gəldi 117. Diqqət, zəhmət olmasa. 117. Qəşəng sualdır bu da. 1991-ci ildə Azərbaycanda 13.000 hektar çay tarlaları 13.000 hektar olmuşdur. Onların 60%-i məhsul verəndir. Yəni 60% məhsul verir. Yəni 40% məhsul vermir, də əkilmir, belə deyək. Məhsul verir. İndi mənə deyir ki, həmin ildə 31,2 min ton məhsul toplanmışdı, orta məhsuldarlığı tap. Gəlin birinci görək, bu ümumi 13.000 hektarın neçə faiz məhsul verir torpaq? Neçə faiz torpaqdır? 13.000 hektarın 60%-ni tapırıq. $7.800 hektar. Deməli 7.800 hektardan nə qədər məhsul yığılıb? 66,5 min ton. Ümumi 7.800 hektardan nə qədər idi? 66,5 min ton. 66.500 ton yığılıbsa 1 hektarda məhsuldarlıq həmişə 1 hektara əsasən hesablanır. 1 hektardan nə qədər? X. X bərabərdir. 1,2-dir. Hə, mən bu aşağıdaşına baxdım. Bu aşağıdaşına baxdım, üzr istəyirəm. 31,2. 31.200 ton. Hə. İndi 31.200 tonu bölürəm 7.800-ə bölün. 312 74. 4 ton bölünsün ha. Всё. Yəni hər hektardan 4 ton məhsul yığılıb. Diqqət eləyin bir də. Deməli deyir, 1991-ci ildə çay tarlalarının Azərbaycanda 13.000 hektar sahəni əhatə edirdi. Həmin o ümumi əhatə etdiyi sahənin 60% məhsul verən sahələri idi. Tapdıq ki, 13.000 hektarın 60%-i 7.800 hektardır. 7.800 hektardan 31.200 ton, 31.200 ton məhsul toplanıb. Orta məhsuldarlığı tapın. Əgər 7.800 hektardan 31.200 ton toplanıbsa, 1 hektardan nə qədər toplanıb? 31.200-ü bölü 7.800-ə 4, 8-in 32, 7.20, həvsi 4 ton bölünsün hektar. Yəni hər hektardan 4 ton olacaq. 117-yə baxırıq, zəhmət olmasa. Diqqət. 117-də bizə deyir. 118-də. 118. 2000-ci ildə Azərbaycanda üzümlüklərin 14.000 hektar sahəni əhatə edirdi. 14.000 hektar, yəni 14.000 hektar sahəni əhatə edirdi. Və həmin sahənin 95%-i məhsul verən sahələr idi. 95% məhsul verirsə, 14.000-in 95%-ni tapmaq lazımdır. Zəhmət olmasa? 13.300. 13.300. 13.300 hektar. Yəni, məhsul verən sahədir bu. Məhsul verən sahə. 13.300 hektar. Həmin o 13.300 hektardan 66,5 min ton. Yəni, 13,3 hektardan, bunu bu cür yazaq. 66,5 min ton. 66,5
onda 5 min ton. 13,4 min. Burada min yazaq. Hər hektardan nə qədər? X. X bərabərdir. 5 ton. 66,5 min ton bölünsün 13,000 ha. Hatı, nə bilim. 5 ton bölünsün hektar. Belə. Görün, bizim dim toplumumuzda necə məsələlər gizlənib. Bunu özdə abituriyentlər üçün salırlar, maraqlısı odur. Nə bilim vallah. Allah bizim abituriyentlərə də kömək olsun. Çox çətin formatda olur. Xüsusilə birinci imtahan çətin formatda olur. İkinciyə bir balaca asan eləyirlər ki, hamı geçsin. Yəni bu da bir siyasətdir. Bunu da yəni qatmıyor bura. Deməli yoldaşlar, iqtisadi məsələlər idi. Nisbətən çətin məsələlər idi. İzah elədik. Buyurun, kim idi? Nə deyirdiniz? Mənim neçənci ilin buraxılışıdır o dim? Dim məndə 2019-da. Birinci hissə. 2 müəllim iqtisadi suallardır. İkinci hissə. Aha, çox sağ. Azərbaycan Respublikasının iqtisadiyyatındadır bu məsələlər. Azərbaycan Respublikasının iqtisadiyyatında, bir də Azərbaycanın nəqliyyat və beynəlxalq iqtisadi əlaqələrində. Yoldaşlar, oldu. Sağ olun, inşallah görüşərik.